Xanımlar, əlimdə gördüyünüz bu iki gözəl məhsul haqqında istədim sizlərə də məlumat verim. Bilirsiniz ki, artıq yaz fəsli başlayıb, qarşıda isə yay fəsli gəlir. Ona görə də bu iki məhsuldan istifadə etməyinizi tövsiyə görürəm. Çünki üzünüzdə ləkələr varsa və yaxud üzünüzü günəşin şüalarından, zərərli şüalarından qorumaq istəyirsinizsə, mütləq bu iki məhsuldan istifadə etməyinizi tövsiyə edirəm. Deyirsiniz ki, təkcə günəş kremi istifadə etməyimiz bəs edir. Bilirəm, yəni günəş kremindən istifadə etməyiniz bəs edir. Amma ki, günəş kremini vurduqdan sonra onu təmizləmək üçün hidrofil yağından istifadə etməyimiz məsləhətdir. Çünki bilirsiniz ki, üzümüzdə günəş kremi qalarsa bizim üzümüzə zərər verə bilər. Yəni məsamələrdə olan kirlər daha da artır. Yəni ona görə də üzümüzü təmizləmək lazımdır və bu hidrofil yağından mütləq üzünüz yuyulmalıdır. Mən bu hidrofil yağından alıb istifadə edirəm. Bizim başqa bir hidrofil yağımız da var. Hər ikisindən alıb istifadə edə bilərsiniz. Bu hidrofil yağının tərkibində həm gel, həm də hidrofil yağı olduğuna görə mən bundan istifadə edirəm. Üzüm yağlı olduğuna görə. Mən köpükdən istifadə etmirəm, geldən istifadə etdiyimə görə bundan almışam və mənim üz tonum da orta ton olduğuna görə nə qaradır, nə ağ. Ona görə mən SPF 30-dan istifadə edirəm. Ağdərli xanımlar isə SPF 50-dən istifadə edə bilərlər. Ona görə də sizlərə də məsləhət görürəm, tövsiyə eləyirəm. Mütləq alın, üzünüzü günəşin zərərli şüalarından qoruyun. Üzünüzdə olan ləkələrin qarşısını alın, çünki daha da günəşli havalarımız gəlməkdə davam edir. Bu qədər xanımlar, çox gözəl məhsullardır. Həqiqətən də alıb sınamağa dəyər. Çünki möhtəşəmdir. Həm qiymət baxımından möhtəşəmdir, həm də keyfiyyət baxımından çox möhtəşəmdir.